Okey, başlaya bilərsin. Hı hı. Bugünkü mövzu çox dəyərli mövzudur. İnsanların sıxıntı yaşadıkları, eyni zamanda da xoşbəxt olduqları bir mövzudur. Terapiyaya da bununla bağlı çox müraciətlər olur. Qadın-kişi münasibəti, yəni əzəldən bəri insanları maraqlandıran mövzular olub. Yəni qadın təbiəti, kişi təbiəti, bunlar arasındakı fərqlik, gender məsələləri həmişə ön planda olub və yəni romantik münasibətlərdə həmişə gender məsələləri də ön planda olub. Yəni problemlərdə kim haqlıdır, kim haqsızdır. Bu mövzuya, yəni sevgi, romantik münasibət mövzusuna mən iki tərəfdən yanaşmaq istəyirəm. Bir, qadın və kişi təbiəti arasındakı fərqliliklər. İki, bizim böyüdüyümüz ailə və mədəniyyətdə bizim qazandığımız xüsusiyyətlər. Biz nə qədər fərqli mədəniyyətlərdə böyüsək də, deyək ki, nə bilim, Azərbaycanda, Amerikada, fərqli bir yerlərdə böyüsək də, amma qadın-kişi təbiəti hər yerdə eynidir. Qadın-kişi təbiətindən bir qədər bəhs edək öncə. Kişilər nə istəyir, qadınlar nə istəyir? Bu baxımdan hətta kitab da tövsiyə edə bilərəm sizə. Türkçədən deyəcəm. Erkəklər Marsdan, qadınlar Venüsdən. Belə bir kitab da var. Bestseller kitablardan biridir. Yəni kişilər qadınları anlamaq üçün, qadınlar kişiləri anlamaq üçün bu kitab da oxuya bilərlər. Qadın təbiəti daha çox dinləməyi, dinlənilməyi sevir. Ona görə də bəlkə də biz qadınlar daha çox danışırıq. Qarşıdakı insanın bizə nə məsləhət verəcəyindən, nə kimi yollar göstərəcəyindən asılı olmayaraq, biz danışmağı və dinlənilməyi sevən varlıqlarıq. Kişi təbiəti isə bir qədər daha çox özünə qapanan, daha çox öz belə o kitabda da deyildiyi kimi mağarasına çəkilməyi sevən, yəni problemlər olduğu zaman öz mağarasına çəkilməyi sevən varlıqlardır. Bu iki fərqli varlıq, yəni danışmağı sevən və öz mağarasına çəkilməyi sevən varlıqların görüşü, anlaşması bir qədər problemlər də yarada bilir. Nə kimi problemlər yarada bilir? Yəni qadın əslində anlaşılmaq istəyir. Yəni gün ərzində nələr yaşadı, kiminlə necə problemlər yaşadı, onu narahat edən problemlər nələrdir? Bunların həlli yolunu istəməsə belə bunun haqqında danışmağı sevir. Ona görə kişilər qadınların bu danışan təbiətinə, anlaşılmaq istəyən təbiətinə bir qədər tolerant yanaşmağa çalışmalıdırlar. Qadınlar isə kişilərin, deyək ki, hər hansı bir işində problem yaranıb, deyək ki, onun günü daha çox stresli keçib, bu zaman onun özünə qapanmasını və o icazə verənə qədər, yəni onun dünyasına daxil olmağı, bir qədər qadın bunu anlayışla qarşılamalıdır. Yəni kişi orada susmaq istəyirsə, danışmaq istəmirsə, deməli öz başına bir şeyləri həll edəcəyinə inanır. Və problem yaşadığı zaman kişilər daha çox güclü görünməyi seçirlər. Çünki zəif görünmək kişi təbiətinə bir qədər ziddir. Bu da kişinin təbiətində təkamüldən gələn bir prosesdir. Yəni qadınlar daha çox uşaqların qayğısına qalmaq, daha çox evdar tərəflərini lap qədimlərdə inkişaf elətdirdiklərinə görə kişilər nə edirdilər? Daha çox güc nümayiş elətdirirdilər, ovluyurdular, qoruyurdular qəbiləni. Yəni bir qədər gücü mənimsəyən və bu gücü əsrlər boyu hiss edən varlıqlardır kişilər. Ona görə onlar üçün zəif görünmək çox dəhşətli bir şeydir. Kişi də bir problem yaşadığı zaman bu o deməkdir ki, o özünü daha zəif, daha həssas hiss eləyə bilər. Bu zaman qadının onun problemini həll etməyə çalışması, mən əlimi belə eləyəndə nəsə ora işarə gedir, bilmirəm niyə. Kişinin
öz problemini həll etməyə çalışarkən ona müdaxilə etmək, yəni ona zəif tərəflərini hiss etdirmək kişi üçün dözülməzdir. Onu aqressivləşdirəcək. Və bu yəni aqressiya təbii ki, bizim təməl instinktimizdir, amma bunu aqressiyasını qadına yönləndirə bilər. Evdə uşaqlar, yəni ailəlidirlərsə evdə uşaqlara yönləndirə bilər. O zaman qadının daha anlayışla qarşılamasını gözləmək lazım. Yəni qadın burada anlayışla yanaşmalıdır. Və yaxud da indi təkcə kişilərdən danışmayaq, keçək qadınlara. Qadın orada danışırsa, bir şeylə problemini çox dilə gətirirsə, istəyir bu nişanlı olsunlar, istəyir sadəcə romantik bir münasibətləri olsun, istəyir evli olsunlar. Qadın problemləri haqqında danışırsa və orada ola bilər ki, hətta kimisə mühakimə də eləyir. Bu zaman kişinin daha çox həll yönümlü olmağı, daha çox ona kömək etməyindən daha çox qadın orada sadəcə danışmaq istəyir. İnanın ki, o danışıb ürəyini boşaldandan sonra və onu dinləyən birinin olduğunu görəndən sonra daha da çox sakitləşəcək və həyatında baş verən problemlərin öhdəsindən gəlmək onun üçün asanlaşacaqdır. Yəni qadın və kişi təbiəti arasında bu qədər fərqliliklər var. Bunu tədqiqatlar da sübut edir. Yəni eyni beyin quruluşuna malik olsaq da, amma burada mexanizm bir qədər fərqli işləyə bilir. Hormonlar fərqli ifraz oluna bilir. Kişidə deyək ki, testosteron hormonu daha aktivdirsə və bu qadında əksinə daha çox anaç tərəf oksitosin daha çox aktivdirsə, bu o deməkdir ki, onlar fərqli şəkildə reaksiyalar verəcəklər hadisələrə. Kişi məntiqi düzdür. Məsələn, kişiyə desən ki, get meyvə al, gətir, o 5 kilo alma alıb gətirə bilər. Qadına desən ki, get meyvə al, gətir, hərəsindən biraz alıb gətirə bilər. Və yaxud da kişiyə desən ki, get qara parça al, o gedəcək önünə çıxan ilk qara parçanı alıb gətirəcək. Qadın isə qara rəngin müxtəlif çalarları olduğunu və qarşı tərəfin hansı çalarda, hansı naxışda bir qara parça istədiyini soruşacaq mütləq ki. Yəni ona görə biz qadın və kişi təbiətindəki fərqlilikləri nəzərə almalıyıq. Bu yaxşı olardı ki, qızların, oğlanların həyatlarının erkən dönəmində artıq bununla bağlı maarifləndirmə olsun. Qadınlar əsla zəif deyillər, sadəcə zərif varlıqlardır. Kişilər əsla aqressiv deyillər, sadəcə güclü varlıqlardır. Zərif və güclünün bir yerdə görüşməsi bir qədər fərqli situasiyalara səbəb olur. Yəni kişi aqressivləşdiyi zaman gücünü hər bir yerdə tətbiq eləmək istəyir. Qadın isə, təbii ki, burada şiddətdən getmir söhbət, amma təəssüf ki, buna belə baş vura bilirlər. Qadın isə həssaslaşdığı zaman daha, yəni onun zərifliyi burada zaten ortaya çıxır. Həssaslaşdığı zaman daha çox diqqət, qayğı, daha çox anlayış tələb eləyə bilir. Kişi və qadınların təbiəti bu qədər fərqli ikən, bir-birimizi, kişilərlə qadınların bir-birini tanımağı, bir-birini kəşf etməyi əslində vacib məsələdir. Yəni qadınlar kişilərlə, qadın kişi ilə münasibətə başlayarkən, istəyir yeniyetmə yaşı olsun, istəyir sonraki yaşlarda olsun, hər dəfəsində özünü kəşf edir. Özünü kəşf etdikcə eyni zamanda da qarşı tərəfi də kəşf edir. Yəni indi keçəcəm, demişdim, iki tərəfdən yanaşacaq biz qadın-kişi münasibətlərinə. Bir qadın-kişi təbiəti, bir də bizim ailədə, mentalitetdə mənimsədiyimiz xarakter xüsusiyyətləri. Artıq bu tərəfinə keçirəm. Bu tərəfi nədir? Mən bir psixoloq olaraq sxem terapiya ilə irəliləyən bir psixoloqam. Sxem terapiyada da bir çox nəzəriyyələrin
rolu var. CBT də daxil olmaqla, psixoanaliz də daxil olmaqla, Gestalt terapiya daxil olmaqla bir çox nəzəriyyələrin birləşməsindən ibarətdir sxemterapiya. Sxemterapiya nədir? Sxemterapiya deyir ki, 0-3 yaş, 0-6 yaş və yeniyetməlik. Yəni bu dövrlər insan həyatında çox önəmli yaşlardır. Biz orada anamızdan qadınlığı necə öyrəndik, atamızdan kişiliyi necə öyrəndik. Bunun lap dərinə getsək, orada Freudin təbii ki, Edip Elektra kompleksi də ön plana gəlir. Qadın, yəni bir qız uşağı atasını necə əldə eləyir, oğlan uşağı anası ilə münasibəti necə yaradır və onları zehnində necə formalaşdırıb artıq özünü anlamağa çalışır. Yəni qadın kimdir, kişi kimdir? Və biz qadını, kişini zehnimizdə körpə ikən müəyyənləşdirməyə çalışdıqca öz zehin strukturlarımız qurulur. Bu yanlış da qurula bilər, düzgün şəkildə də qurula bilər. Necə yanlış qurula bilər? Yəni insan övladı sevgiyə, bağlanmağa, qorunmağa möhtac bir varlıqdır əslində. Yəni biz digər canlılardan fərqli olaraq doğulan kimi baxım almaq istəyirik. Tutalım ki, deyək, atın, nə bilim, inəyin balası doğulur, doğulan kimi yeriyir, südü içir və hətta bir müddət sonra anasından ayrılır. Amma insanda belə deyil. Bizim hər yaş, hər ay, hətta doğulandan hər ay müxtəlif bir prosesdən keçir bizim zehnimiz, strukturlaşır. Bu strukturlaşma zamanı bizdə müəyyən sxemlər yaranır. Necə sxemlər yaranır? Məsələn, biz doğulanda qələmin nə olduğunu bilmirdik, amma böyüdükcə bunun bir yazmaq üçün vasitə olduğunu bildik. Sevgini də doğularkən bizim belə bir potensialımız var. Sevgini duymaq, sevgini anlamaq, yəni sevgi ehtiyacımız var. Bu bizim ehtiyaclarımız necə qarşılanır? Düzgün şəkildə mi qarşılanır, yoxsa həddindən artıq səhv şəkildə mi qarşılanır və burada bizdə hansı sxemlər yaranır bunun əsasında? Əgər mən bir uşaq olaraq atamın anama nəvazişini görürəm, atamın anama fikirləri ilə, yəni atamın anamla fikirlərini bölüşdüyünü, məsləhətləşdiyini, bir-birinə hörməti, sevgini, hətta toxunmağı, nəvazişi görürəmsə, yəni mən bir qadın olaraq, bir qız uşağı olaraq ala biləcəyimə inanıram. Yəni qarşı cinsdən sevgini, nəvazişi, diqqəti ala biləcəyimə inanıram. Bu ala bilmək biz qadınların həyatında olduqca önəmlidir. Niyə? Çünki qadın təbiəti həmişə bir şeyləri versin. Yəni ana südünü verir, dişlərini həssaslaşdırır, bütün orqanizmini verir uşağa. Bəlkə də özü doymur, amma ən əziz tikəsini övladının qarşısına qoyur. Bu əsnada yəni biz kimi görürük daha çox? Evdə olduğumuza görə ananı. Ata yəni elə təkamüldən belədir. Yəni kişi daha çox çöldə olan bir varlıqdır. Yəni o daha çox çöldədir, qazanır, gətirir. Müəyyən müddətdən sonra təbii ki, bu oğlan və qızların həyatında tənzimlənməlidir. Oğlan ataya yönəlməlidir. Qız isə ananı daha çox nümunə götürməlidir. Yəni o Dədə Qorqudun da sözü misalındakı kimi qız anadan görməyincə öyüd almaz, oğul atadan görməyincə süfrə çəkməz. Yəni burada biz qadınlar zaten çoxlu hər şeyi vermək istəyirik. Şirin tikəmizi, orqanizmimizi, südümüzü, bütün hər bir şeyi verməyə hazırıq. Uşağın paltarını geyindiririk, yeməyini hazırlayırıq, bir çox şeyi öz üstümüzə götürürük. Amma uşaq bu zaman ananın atadan aldığını gördüyü zaman, yəni ana atadan ala bilir, sevgini, diqqəti, qayğını ala bilir. Bu daima verməyə hazır təbiəti almağı da bacarır artıq. Çünki onun ancaq bir şeyləri verməklə bağlı potensialı daha yüksəkdir. Qadına lazımdır ki,
ala da bilsin. Bu ala bilən təbiəti, yəni qız uşaqlarının ala bilən təbiəti ananı necə görürsə, elə də formalaşır. Amma burada qız uşaqları, yəni o ananın atadan ala bilmədiyini gördükləri zaman, qadının daha çox ikinci planda olduğunu, daha az söz haqqına sahib olduğuna inandıqlarına görə, romantik münasibətə başlayarkən daima qarşı tərəfi xoşbəxt eləməyə çalışır, özünü yox. Amma əslində insan özünü xoşbəxt elədiyi zaman, xoşbəxt olduğu zaman başqa birini xoşbəxt eləməyə qadirdir. Yəni yalnız anadır ki, qarşılıqsız şəkildə verir. Yəni hər bir şey qarşılıqsız şəkildə verən yalnız anadır. Amma romantik münasibətlərdə bu belə deyil. Yəni bir münasibətin, bunu türkçədən deyəcəm, bizim dilimizdə də elə bu sözlər var, ödülü bədəlindən daha azdırsa, yəni bədəli daha çoxdursa bir münasibətin, o münasibət tükənəcək. İstəyir kişi tərəfdən, istəyir qadın tərəfdən, iki tərəfdən biri yorulacaq. Romantik münasibətlərdə bu alış-veriş balansı qaydasında olmalıdır. Qaydasında olmadığı zaman bizim beynimiz, köhnə yaddaşımız qarşı tərəfi valideynləşdirir. Kim idi deyinən, yeməyini ye, corabını geyin, vaxtında yat, dərsini oxu. Bunları deyən kim idi? Anamız, atamız. O zaman mən bu şəkildə deyinən bir qadınamsa, yoldaşımın anası rolunda olacağım. Və bu zaman romantikliyimi itirəcəm. Amma halbuki romantik ehtiras, cinsəllik münasibətin onurğa sütunudur. Yəni bir münasibət cinsəlliklə başlayar, cinsəllik olmursa bitər. Yəni qarşı tərəfi bizim üçün var eləyən, yəni bir romantik münasibətdə var eləyən budur. Amma bununla yanaşı digər şeylər də var. Artıq belə deyək də, romantik münasibət o xoş dövrlərini yaşayır, bir-birlərini sevirlər, tanış olurlar, əyləncəli vaxt keçirirlər. Amma ailə olmaq bir qədər fərqlidir. Bu cinsəlliklə yanaşı digər şeylər də var. Anlayış, qarşılıqlı hörmət, o alış-veriş balansını qorumaq. Yəni bunlar qaydasında olmadığı zaman artıq o cinsəllik də bir nöqtədən sonra sönür və partnyorlara ləzzət eləmir. Qayıtsaq yenə də münasibətlər niyə alınmır və yaxud da uğurlu münasibətlər necə alınır? Əgər bizim bu zehnimizin strukturu, yəni sxemlərimiz sağlam şəkildə qurulubsa, bu alış-veriş balansını artıq beyin tanıyır. Bir qadın olaraq da, kişi olaraq da bunu tanıyır. Uyğun partnyoru seçə biləcək. Yəni seçə biləcək və bu münasibət onu tətmin eləyəcək. Əgər bu sxemlər, məsələn, bizə pasiyent gələndə sxemin testini keçiririk. Orada sxemlərin balı artıq bizə qarşı tərəf haqqında fikir deyir. O romantik münasibətini necə yaşayır, necə bir insan seçib həyatına və onun problemləri nədir? Bu sxemlər, deyək ki, tərk edilmə və yaxud da duyğusal deprivasiya sxemi varsa, normal münasibəti də anormal vəziyyətə gətirib sala bilir. Bizim kimi cəmiyyətlərdə qızlar daha çox münasibəti qapalı yaşayırlar. Ona görə bəzən də çox olur ki, yəni təcrübə eləmək şansları az olur. Qarşı cinsi və özünü kəşf etmək şansı az olur. Tutalım ki, 18, 19, 20 yaşlı bir xanımdır və yaxud da daha aşağı yaşlı ola bilər, bir qədər bundan yuxarıda yaş ola bilər. Bir münasibət yaşayır, bir münasibətə cəhd eləyir, amma çox üzülür bu münasibətdə. Bu qədər üzüldüyü halda bu münasibətdən çıxa da bilmir, ayrıla da bilmir. Bu o deməkdir ki, əslində 20-30 yaşlar arası daha çox bu olur.
Yəni 20 yaşdan bir qədər də aşağı ola bilər. Bu o deməkdir ki, münasibətdə öz valideynləri ilə olan problemləri sağaltmağa çalışır. Çox maraqlıdır və hətta bir qədər qəribəliyi də var bunun. Niyə buna cəhd eləsin ki insan? Amma edə bilirik. Yəni biz sevgini necə tanımışdıq? Atamızla, anamızla ilk sevgililərimiz necə bunu bizə hiss elətdirmişdi? Qız uşağı üçün də, oğlan uşağı üçün də sevgi ilk yəni ailədə tanınır. Necə tanıyıb onu? Bu sevgidə nifrət də qarışmışdımı? Bu sevgiyə şiddət də qarışmışdımı? Yəni nə olursa olsun biz valideynlərimizi sevməkdən vaz keçmirik. Hətta o şiddət də göstərsə, psixoloji və yaxud da fiziki şiddət də göstərsə, biz valideynlərimizi bir tərəfdən nifrət eləsək də gizlidən gizliyə sevə də bilirik. Deməli, bizim sevgi anlayışımız burada artıq bir qədər zədəlidir. Və mən sevgini bu şəkildə tanıdığıma görə bu mənim normalıma çevriləcək. Ona görə də həyatıma belə bir partnyoru gətirməyim də normaldır. Buna terapiyada şema kimyası deyilir, sxem kimyası deyilir. Yəni o daha çox çəkə bilir. Yəni qarşı cinsi daha çox çəkə bilir. Çünki ona doğma, tanış hissdir. Və bu zaman ilk əvvəllər xoş gələn hisslər artıq bir müddətdən sonra əzab verməyə başlayır. Həm sevir, həm incidir. Həm xoş anlar yaşadır, həm də incidir. Və soruşanda ki, pasiyentdən soruşanda ki, filankəs xanım və yaxud da filankəs bəy, bu tərəzinin gözünə qoysaq, xoş hisslər daha ağır gələr, yoxsa sizə verdiyi əzablar? O deyir ki, fikirləşir. Xoş hisslərini yada salır, xoş anlarını yada salır. Təbii ki, onlar onun üçün şirindir. Amma deyir ki, yox, Şəbnəm xanım, deyəsən əzablar daha ağır gəlir. Yaxşı, əzablar ağır gəldiyi halda niyə bu münasibətdən vaz keçə bilmirsən? Çünki onun bağlanma stilinə uyğundur o insan. Sevgini necə ki valideyn gah vermişdi, gah geri çəkmişdi, sevgidə adekvat deyildi. O şəkildə də bir partnyor gətirir həyatına. Bunu aydınlaşdırdığı zaman, bunu gördüyü zaman təbii ki o təəccüblənir. Orada bir heyrət halı yaranır pasiyentdə ki, mən nə etmişəm. Amma təbii ki bu hisslərdən vaz keçmək elə də asan deyil. Çünki doğmalaşıb, bağlama stilinə də uyğundur və bu terapiya ilə təbii ki sağala bilir və yaxud da elə insanlar olur ki, özü də bununla başa çıxa bilir. Biləndən sonra, yəni o testdən, o testi keçirəndən sonra, onda nə baş verdiyini aşkarlayandan sonra bunu özü də sağalda bilir. Mən həmçinin də EMDR terapiya ilə məşğul olan bir psixoloqam. Burada keçən il bunun təlimini alanda maraqlı bir şey öyrəndim orada. Bu hisslərdə bir asıllıq var imiş. Bu hisslərdə bir asıllıq var imiş. Necə asıllıq var imiş? Deməli, əslində asıllıq bilirsiniz. Oyun asıllığı var, narkotik maddə asıllığı var, ondan sonra seks asıllığı var, bir çox asıllıqlar var. Tutanmış siqaretə belə asıllıq var, kafeinə asıllıq var. Bu asıllıqlarda Robert Miller adlı Amerikalı bir psixoloq, həmçinin də o fizikdir, kəşf eləyib ki, müəyyən xoş hisslər olur. Necə ki, narkotik maddəni qəbul edən insan orada eyni zamanda da xoş hisslər yaşayır, amma sonraki vaxtda bunun əzabı o xoş hisslərdən daha ağırdır. Sümükləri ağrıyır, pis hallar yaşayır. Eynilə də asılı sevgilərdə, yəni görürsən ki, nə yola gedə bilirlər, nə də ayrılırlar. Eynilə də bu tip romantik münasibətlərdə bir asıllıq olduğu ortalığa çıxarılıb. Bunlar xoş hisslərdir. Bunlar nələrdir? Güclü hiss elətdirə bilir. Qəribə gələcək indi sizə. Güclü hiss elətdirə bilir müəyyən situasiyada. Güvənlikdə və yaxud da təhlükəsizlikdə hiss elətdirə bilir. Vacib və yaxud da xüsusi biri kimi hiss elətdirə bilir. Bir də aidiyyət hiss elətdirə bilir.
Güvənlikdə və yaxud da təhlükəsizlikdə, misal üçün buna bir nümunə verim. Deyək ki, qadının bir kişi ilə münasibəti var, evlidir və yaxud da sevgilidir, fərqi yoxdur, münasibəti var. Necə ona güvənlikdə hiss elətdirir və yaxud da təhlükəsizlikdə hiss elətdirir? Amma yəni sağlam romantik münasibət deyil də bu təbii ki. Ona görə nümunə çəkirəm. Necə güvənlikdə və yaxud da təhlükəsizlikdə hiss elətdirir? Evdə tutalım ki, şiddət göstərən atası ilə müqayisədə qarşıdakı insanı daha təhlükəsiz görür. Çünki qarşıdakı insan passivdir bir qədər. Burada da biz iki terapiyanı birləşdirsək, deyə bilərik ki, sxemin qaçınmasını göstərir. Yəni öz şemasından, sxemindən qaçır. Orada şiddət göstərən, təzyiq göstərən bir atadan daha passiv birinə doğru qaçır. Bunu təhlil elədiyimiz zaman görürük ki, burada özünü daha çox güvənlikdə və təhlükəsizlikdə hiss eləyir. Amma eyni zamanda da bu münasibət, yəni qarşı tərəf passiv bir insan olduğuna görə, hisslərini ifadə edə bilmədiyinə görə tutalım ki, qadının yəni hisslərinə tam olaraq cavab verə bilmir müxtəlif səbəblərdən. Görürsən ki, amma qadın bu münasibətdə qalmağı seçir. Sanki dünyada yeganə bu insandır ki, ona təhlükəsizliyi, güvəni hiss elətdirə bilir. Çünki passiv bir tərəfi var. Bu münasibətdə özünü daha güvənlikdə hiss eləyir. Və biz buna EFSAP protokolu deyirlər terapiyada. EMDR terapiyada feeling state protokol hisslərin sabitlənmiş protokoludur. Biz o hissləri işlədiyimiz zaman görürsən ki, deyir mən bunu niyə sevmişəm ki? Artıq ona qarşı heç bir şey hiss eləmirəm. Zaten heç bir şey hiss eləmirdi. Orada onun güvənliyə, təhlükəsizliyə ehtiyacı var idi. Digər tərəfdən də məsələn sizə indi belə bir misal çəkəcəm. Elə Tantintinto. Kamil müəllim də görürəm orada maraqla baxır. Kamil müəllim də bilmir bu nədir. Baxmayaraq ki, o... Mən tantuni eşitdim. Az olanlar yəqin ki, bu kəlməni tantuni kimi eşidirlər. Bəli, bəli. Tantintinto deyilən bir şey yoxdur. Amma beynimiz onu bir şey kimi bir yerə qoymaq istədi. Məsələn, Kamil müəllim onu nədir o? Dediniz? Tantuni. Tantuni kimi. Qida. Qida kimi hiss elədi. Yəni bizim beynimiz bir şeyləri dəqiqləşdirmək istəyir. Beynimiz üçün xaos dözülməzdir. Bu xaosu hiss etmək istəmirik. Ona görə illaki də onu biz bir yerə qoymalıyıq. Qəlibləşdirməliyik. İnsanın ruhunun buna ehtiyacı var. Ta o Platonun açıqladığı o mağara fəlsəfəsində olduğu kimi, ideyalar aləmindəki kimi, yəni bizim ruhumuzun bir şeyi qəlibləşdirməyə ehtiyacı var. Dərhal da Kamil müəllim bunu bir qida ilə eyniləşdirdi. Yaxşı, bizim qəlibləşdirdiyimiz şeylər niyə güvənlik olsun ki, güvənlikdə hiss etmək olsun ki? Tantintintonu bilmədiyimiz kimi, tantintinto deyilən bir şey yoxdur. Niyə bizim tərk edilmə qorxumuz olsun? Niyə bizim sui-istifadə sxemimiz olsun? Niyə bizim emosional deprivasiya sxemimiz olsun? Tantintintonu tanımadığımız kimi bunu da tanımaya bilərdik. Amma bizim ruhumuz artıq bu tərk edilməni tanıdığına görə tərk edilmə onun normalına çevrilir və gedir belə bir partnyoru da seçir. Onun gözünü yolda qoysun. Gah olsun, gah olmasın. Və yaxud da münasibət ciddiləşməyə doğru gedəndə götürür özü o münasibəti anormal hala gətirir, özü-özünü tərk elətdirir. Qadın və kişi təbiəti ayrı-ayrılıqda bu qədər fərqli ikən, bu sxemlərlə bir qədər də qəlizləşir. Ona görə mən başlamazdan əvvəl onu dedim ki, bir kişi-qadın təbiətindən bəhs edəcəm. Bu fərqliliklərdən bir qədər bəhs edəcəm. Eyni zamanda da bizim müəyyən ailə və mədəniyyət çərçivəsində mənimsədiyimiz düşüncə qəlblərindən bəhs edəcəm.
Yenə də bu sxemlərə biz qayıtsaq, sizə bir ipucu da verim. Əgər qarşı tərəfə 9-10 bal qədər romantik ehtiraslı hisslər bəsləyirsinizsə, bu o deməkdir ki, siz bunu uşaqlıq sxemlərinizlə seçmisiniz. Və sxemlər necə sizə deyim, təhlükəli olduğu kimi adi də ola bilir, normal da ola bilir. Normal sxemlər isə onun balı şiddətli olmur, orta səviyyədə olur. 5-6 qədər. Deyək ki, 8-i keçmir. Romantik hisslər 8-i keçmir. 9-10 qədər şiddətli hisslər isə yəni şiddətli romantik ehtiraslı hisslər isə bizim öz uşaqlıq sxemlərimizi davam etdirdiyimizi göstərir. Yəni bu nə deməkdir? Biz orada atamızla, anamızla, tutam ki, anamız bizə sevdiyimiz o qısa yubkanı geyməyə icazə verməmişdi. Orada möhkəm bir aqressiya duymuşduq. Mənim sevdiyim anam necə mənə bunu icazə verməz? Axı bu mənim anamdır, necə anlamır ki, digər yoldaşlarım da bu yubkadan geyinir? Nə oldu burada? Sevgi və nifrət bir arada yeniyetmədə baş qaldırdı. Artıq sevgimə bir qədər də deyək ki, nifrət qarışdı. Və bu hisslər bu qədər şiddətli yaşandığı halda, yəni yeniyetmədə 20-30 yaş aralığında ana ilə, ata ilə olan münasibətlərini sağaltmağa çalışır. Bu yaş dövründən sonra isə həm özünü, həm qarşı cinsi kəşf etdiyinə görə daha sağlam münasibətlərə keçid eləyə bilir. Hamıda belə olacaq deyə bir şey yoxdur. Sadəcə mən qeyri-sağlam hisslərdən bəhs eləyirəm. Təbii ki, bu sxemlər zəif olduğu halda, yəni bu düşüncə qəlbləri, hisslər, yəni düşüncələr daha adekvat, sağlam olduğu halda, təbii ki, doğru münasibəti də, güvənməyi də, qadın da, kişi də tanıyacaq. Deməli, bir tədqiqat keçirilib. Bu, səhv eləmirəmsə, Amerikalı bir psixoloqdur, Gottman. Onun romantik münasibətlərdə çox təcrübəsi olan bir tədqiqatçıdır. Uzun illər boyu tədqiq eləyib. Hətta onun bir laboratoriyası olub. Orada romantik münasibətləri həm kamera ilə çəkib, həm onlardan konsultasiya götürüb bir şeylər müəyyənləşdirib və cütlüklərin bir-birləri haqqında danışarkən nələr dediyinə diqqət yetirib. Daha sağlam münasibətlərdə qadın və kişi bir-biri haqqında danışarkən vurğuladığı şeylər qarşı tərəfə olan sevgisi, onunla necə xoş söhbət eləyə bildiyi, ona heyranlıq duyduğunu ifadə eləyib. Digər tərəfdən də mən yox, biz ifadəsini daha çox işlətdiyini görüb. Yəni bu yüzlərlə, minlərlə cütlüklər üzərində olan tədqiqatın nəticəsidir və mən yox, biz ifadəsini istifadə etdiyini görüb. Məsələn, evdə filan misal üçün yağ qurtarmışdı, biz getdik marketdən aldıq. Misal üçün deyirəm. Yəni elədikləri aktivitetlərdə birlikdə elədiklərini, yəni biz anlayışının formalaşdığını görüb. Gizliliyə qarşı açıq sözlülük. Yəni daha çox bir-birlərindən bir şeyləri gizləmək deyil də, bir-birlərinə qarşı açıq sözlü ola bildiyini müşahidə eləyib, aydınlaşdırıb. Yəni ehtiyat etmədən, yargılanacağını, yəni qınanacağını gözləmədən açıq sözlülüklə özlərini bir-birlərinə ifadə etdiklərini müşahidə eləyib. Və qarşı tərəflərin bir-biri ilə bağlı mübarizələrini ucaldıblar. Misal üçün deyək ki, mənim yoldaşım filan işdə əvvəlcə daha aşağı səviyyədə idi. Sonra getdikcə o daha əzmkarlıq göstərdi, etap-etap müəyyən şeyləri əldə elədi. Yəni onun mübarizəsini, həyatla mübarizəsini ucaldır. Eyni zamanda da ucaldarkən ona bir heyranlıq duyur.
Sağlam münasibətlərdə, yəni Qotman bunları müşahidə edib. Qeyri-sağlam münasibətləri isə siz tanıyırsınız. Bunlar daha çoxdur, təəssüf ki. Fiziki şiddətdən tutmuş, psixoloji şiddətə qədər, ondan sonra bir-birlərinə qarşı hörmətsizlik və bir çox şeyləri müşahidə də eləyib. Və çox maraqlıdır ki, bu cütlüklər bir yerdə yaşamağa da davam edirlər. Xoşbəxt olmasalar da bir yerdə yaşamağa da davam edirlər. Artıq yazdılar bir sual. Siz qeyd etdiniz ki, sevgi münasibətlərinə əsasən ailələrin də təsiri olub vaxtında. Bəs ailə münasibətlərini müşahidə etməyən bir uşağın sağlam münasibət qurmamağına səbəb nədir? Yəni, məsələn, valideynləri ilə böyüməyən və ya valideyn ikisi ilə yaşayan uşaqlar necə sevgi münasibətləri qurmağa cəhd edir? Əslində bununla bağlı çox maraqlı, bəlkə siz də baxarsınız Kamil müəllim, orada toxunulmayan, sevgi göstərməyən uşaqlar, hətta psixologiyada biz bunu yadınızdadırsa, hospitalizm deyə öyrənmişdik. Yadınızdadır Kamil müəllim? O Bayramovun kitabında da. Tədqiqatları. Aha, Bəli. psixanalitik Rene Şpitzin tədqiqatlarıdır Ay, hospitalizm. sağ olun. Bəli, bəli. Çox təəssüf ki, bu uşaqlarda, yəni əksərən, adətən problemlər görülür. Erkən valideynlərini itirən, erkən yaşda valideynlərini itirən və yaxud da hər hansı bir səbəbdən valideynlərdən uzaq qalan və onların sevgi, güvənlik, qayğı ehtiyacları qarşılanılmadığı təqdirdə sonrakı münasibətlərində problemlər, yəni görünür. Müxtəlif cür görünə bilir də. Bunu tam olaraq bir şeylə izah eləmək olmur. İndi hərədə fərqli cür görünə bilir. Amma həmin valideynləri əvəz eləyən həyat boyunca insanlar da olur da. Qəyyumlar olur və Ay, yaxud sağ da olun, ki, bəli. baba olur. Fiqur olaraq, məsələn, indi son zamanlar boşanma halları çoxalıb da. Bizim də yanımıza gələndə ailə, parçalanmış ailələrdən olan uşaqlar, əgər ata yoxdursa, ayrılıb, ata ilə bağlı olan, kişiliklə bağlı olan bir xüsusiyyətləri, birincisi, ananın onun barəsində hekayələri formalaşdırır. Lap tutaq ki, ata pis insan olub. Amma və evladın da xəritəsində belə bir ata barədə ümumiyyətlə məlumat yoxdur. Ata ilə ananın münasibətlərini də bura əlavə edə bilərik ki, bu barədə də məlumat yoxdur. Ana artıq öz narrativləri ilə, biz gedirik burada narrativ psixologiya, öz yaratdığı narrativlərlə, hekayələrlə həm bu münasibəti formalaşdıra bilər, yarada bilər. Hisslərin də əsasını qoya bilər. Bəli. Bəli, bəli. Yəni biz valideyn deyəndə təkcə ana-atanı nəzərdə tutmuruq. Əgər o valideynlərini itiribsə və onun sağlam şəkildə böyüdə bilən nənə, baba və yaxud da bibi, dayı, əmi varsa, o da valideyn rolunu oynayır. Sevgini sağlam şəkildə mənimsədə də bilər, yəni. Amma bunlardan uzaq qalan uşaqlarda çox təəssüf ki, problemlər ciddi şəkildə olur. Aha. O dəhşətli tədqiqatlardır, o Rene Şpitzin tədqiqatları, hospitalizm. Mən baxanda yüzü həqiqətən də təsir elədi mənə. Düzdür. Aha. Burada bir nəfər əlini qaldırıb, düzdür, adını bilmirəm, təbiət, gözəllik sevir yəqin, davamını görə bilmədim. Buyur, yoxsa qoşulmaq istəyir. Vəfa xanımın sualını mən oxuyum mu, Kamil bəy? Vəfa xanım, bəli, Vəfa xanım da sualını yazıb. Bəli. Belə bir sualı var Vəfa xanımın. Deyir ki, bugünümüzün sevgi münasibətlərini necə dəyərləndirirsiniz bir psixoloq kimi?
Bu günümüzün sevgi münasibətləri təbii ki, hər dövrün münasibətlərində fərqliliklər var. Tutam ki, bizim anamızın, atamızın dövründə mesajlaşma yox idi. Ondan sonra, yəni bu internet yox idi və yaxud da ki, münasibətləri bu qədər açıq şəkildə yaşaya bilmirdilər. Hər dövrün özünə görə müsbət və mənfi tərəfləri var. Mən düşünürəm ki, bugünkü gündə sevgi daha çox tükənir. Necə? Yəni bir münasibətdən bunun özü də əslində yenə də sxemlərlə bağlıdır. Yəni bir münasibətdən digər münasibətə tez keçid olur. Yəni yaralarını sağaltmadan digər tərəfi özü üçün yara bandı kimi istifadə eləyə bilir. Və məsələn mən anamın, nə bilim, atamın, babamın dövrünü düşünəndə bugünkü gündə oğlanların daha çox dözümsüzlük göstərdiyini görürəm. Yəni onlar bir qədər daha möhkəm idilər. Nə baxımdan daha bir məsələn daha çox dirəşkən idilər bəlkə də. Bu gün amma o əməyi sərf eləmək istəmirlər. Düşünürəm bu təkcə oğlanlara aid deyil, həmçinin də qızlara da aiddir. Yəni o əməyi sərf eləmək istəmirlər. Bunun da müsbət mənfi tərəfləri var. Təbii ki, bir-birlərinin psixoloqları deyillər, amma eyni zamanda da sevgi əmək tələb eləyir. Yəni maddiyyat üzərində sevgilərin qurulduğunu görürük. Bu da yenə də yüksək standartlar sxemindən xəbər verir. Yəni material üzərindən sevgilərin qurulduğunu görürük. Mənəviyyat sanki daha ikinci plandadır. Bunu ümumiləşdirmək də istəməzdim, amma müşahidələrdə də bu var. Yəni sevgilər daha tez tükənir və maddiyyat, material üzərindən. Məsələn, mənə bu ətri niyə almadın? Məni filan yerə səyahətə niyə aparmadın? Nə bilim, və yaxud da oğlan mənim anam bu paltarı belə yox, elə geyinməyini istəmişdi. Yəni qarşı tərəfin bir-birlərinin hisslərindən daha çox digər şeylərə yönəlməkləri var. Bəlkə də anamın dövrünə getsək, o da belə bir şeyləri deyərdi. Bilmirəm. Natavan xanım əlini qaldırıb. Axşamınız xeyir. Şəbnəm xanım, Kamil müəllim. Sizə sualdan çox, yəni fikrimi bildirmək istəyirəm. Yəni bu Instagramda arada belə də bekarçılıq olanda belə xronikaya baxıram. Yəqin ki, buradakilərin hamısının rastına çıxıb. Yəni bir də görürsüz səhifələrdir də. İndi söz yox ki, like yığmaq xatirinəmi, izləyici yığmaq xatirinəmi sorğu-sual keçirirlər. Və belə bir sorğu-sual mənə tez-tez rastıma çıxır ki, siz yəni vaxtı geri çevirib indiki həyat yoldaşınızla yenə də ailə qurardınızmı? Sadəcə maraq mənə üstün gəlir, girirəm, baxıram da, kommentləri oxuyuram. İnansız dəhşətə gəlirəm ki, 20 kommentdən 19-u deyir ki, xeyr, eləmərəm, qəti qurmaram. 20-sindən biri görsən ki, deyir ki, hə, quraram, sevirəm, həyat yoldaşım belə. Amma 19-u ən belə aşağısı 18-i deyir ki, yox, qəti. Sadəcə bu məni çox belə narahat edir ki, bu niyə belə olsun axı? Bu təqsir kimdədir? Qızlarımızdadırmı ki, tələsirlər ailə qurmağa? Kimə gəldi, gedirlər, sonra peşman olurlar. Ya oğlanlarda mı təqsir ki, yəni o gözləntini, bəkləntini, yəni onu verə bilmirlər, qadınları xoşbəxt edə bilmirlər. Ya qızların o siz dediyiniz kimi valideynlərindədirmi təqsir ki, yəni evdən licbə qaçım da evdən, bəlkə orada mənə daha yaxşı olar. Yəni bilmirəm, amma fakt что belədir. Belədir, yəni çoxsu peşmandır və kateqorik deyirlər ki, xeyr, mən Allah eləməsin, mən çox peşmanım. Yəni bu məni sözünüzü çox qorxuzur və narahat edir. Amma belədir, bu bilmirəm, səbəbini bilmirəm. Yəqin ki, müxtəlif insanlarda müxtəlif səbəblər. Natavan xanımın sözündən əlavə bir şey mən demək istəyərdim. Yaxşı ki, Natavan xanım bunu dedi, mənim diqqətimə gəldi. Təkcə hər şey valideyn də yıxmaq olmaz. Çünki temperament deyilən bir şey var.
Yəni bizim doğuşdan gələn təbiətimiz. Misal üçün deyək, bizim doğuşdan gələn təbiətimiz tərk edilməyə daha çox meyllidirsə, anamızla olan münasibətimiz o qədər sağlam ola bilər ki, tərk edilmə sxemini formalaşdırmaram. Və yaxud da heç deyək ki, doğuşdan gələn təbiətim tərk edilmə hər hansı bir qəza nəticəsində təbii olmasa da mən özümdə bu sxemi formalaşdıra bilərəm. Yəni üstünə də yıxmaq istəmirəm. Yəni təbiətimiz də bir qədər bu sxemləri formalaşdırmağa meyllidir. Məsələn, əvvəllər boşanmalar çox deyildi. Yəni siz də bunu qəbul edərsiniz. Yəni bizim analarımızın, nənələrimizin, babalarımızın dövründə boşanmalar bu qədər çox deyildi. İndi çoxalmağına səbəb daha çox artıq qadının və yaxud da kişinin də ola bilər, belə bir durumla razılaşırıq, sözünü azad şəkildə deyə bilməyi bacarır. Yəni qəbiləm, elim, obam, atam, anam nə deyər sözündən daha çox öz düşüncələrini anlayır. Sadəcə öz düşüncələrinə çox önəm verir, yəni. Sadəcə o bayaq dediyim məsələ, sağlam olmayan sxemlərini bu 20-30 yaş arasında evliliklərdə sağaltmağa çalışırlar və bunu sevgi zənn edib evlənirlər. Amma əslində isə sevgi deyil, sxemləridir ki, onları bir-birinə çəkib. Terapiyaya gələn bu cütlüklərdə bəzilərində evlilik xilas olur, yəni boşanmaqdan vaz keçirlər, çünki sxemlərini sağaldırlar. Tək seansa gələn deyək qadındırsa və yaxud da kişidirsə, boşanır. Terapiya nöqteyi nəzərdən deyirəm mən buna. Çünki biri qalxır bu səviyyəyə, sxemlərini sağaldır, o isə orada qalmağa davam edir. Gəlib bunun səviyyəsinə çıxa bilmir. Fərqi yoxdur bu qadındır, kişidir. Və burada artıq bu münasibət boşanmağa məhkumdur, bitməyə məhkumdur. Hətta cütlüklər belə gəlirlər. Məsələn, qızların təkidi ilə sevgililərini seansa yönləndirirlər. Düzdür, bəzi sevgililər sadəcə getdim psixoloq bir şey eləyə bilmədi niyyəti ilə gəlirlər. Zaten onun terapiya ilə sağalmaq niyyəti yoxdur. Bəziləri isə həqiqətən də gəlirlər ki, məndə nə baş verir, bunu aydınlaşdırmaq istəyirəm. Və orada cütlük halında da gələ bilirlər. Yəni qadınlar daha çox kişiləri təkid edirlər ki, terapiyaya get. Mənim deyəcəklərim bu mövzuda bu qədər. Qadınlar daha çox belə çıxır, inad göstərirlər ki, terapiyaya gedilsin, davam edilsin. Yəni münasibətlərin bitib-bitməməsinə aydınlıq gətirilsin. Bu frazanın özü göstərir ki, yəni qadınların özlərini ifadə etmə formaları, ifadə etmə cəhdləri daha da çoxalıb. Mən deyərdim, əslində biraz pafoslu da olsa, bizim cəmiyyətimiz indi hal-hazırda qadın inqilabı dövrünü keçir. Yəni bu başladı qadınların maşın sürməyi ilə. Yəni vaxt var idi, qadınlar maşın sürmürdülər və maşın sürən qadınlara pis baxırdılar. Bəli. Və qadın maşın sürə-sürə artıq idarə etmə rolu əlinə aldı. Bu psixoloji olaraq da insan üçün, qadın üçün böyük bir üstünlük yaradır. Bir çox, məsələn, təşviş pozuntularında falan maşın sürə-sürə o təşvişlərinin öhdəsindən gəlmək olur, müəyyən bir səviyyədə təşviş. Sonra nə baş verdi? Qadınlar daha çox işləməyə başladılar. Azərbaycan qadını çox işləmirdi, özünü realizə eləmirdi, gerçəkləşdirmirdi. Qadınlar üçün iş yerləri çoxaldı, qadınlar daha çox işləməyə başladılar. Maddi cəhətdən özlərini təmin etməyə başladılar və qadının sürəti çoxaldı. Yaşam sürəti, həyatla baş eləmə sürəti. Mənə elə gəlir, bizdə kişilər qadınlara baş çatdıra bilmirlər bu sürətlə. Yəni qadın fizioloji olaraq da qadın daha aktivdir kişiyə baxanda və bu
imkanları da əldə etdikcə artıq qadının müstəqilliyi, sərbəstliyi, özünü təmin edə bilmə imkanı artdıqca ya kişi özünü o sürətə çatdırmalıdır, və yaxud da bir dil tapmalıdırlar. Bu baş verməyəndə, yəni inkişafda bərabərsizlik çox olanda və nəhayət gəlir çıxır dəyərlərin dəyişməyi ilə, o köhnə o vaxtda onlar bircə olanda, ailəni quranda üstün gələn ortaq nöqtələr hansı nöqtələr isə həmin nöqtələr başlayacaq dəyişməyə. Təbii ki, bu ya boşanma ilə nəticələnir və yaxud da ki, içində belə bir arzu ilə baş qaldırır ki, kaş mən o vaxtı başqa cürə insanla ailə qurardım. Və imkan düşəndə də oradan da ayrılıb öz həyatlarını yaşamağa davam edirlər. Yəni bu bir qınaq deyil. Düzdür, ola bilər insanlar qınaq kimi bunu görsün. Bəzən deyirlər boşanmaların sayı həddən artıq çoxdur. Boşanmalar ziyanlı bir haldır. Mən araşdırdım, məsəl üçün bir çox tədqiqatlar baxır ki, cəmiyyətlərdə, məsəl üçün bəzi cəmiyyətlərdə iqtisadiyyatın, cəmiyyətin ümumilikdə inkişafını göstəricidir, boşanmaların sayının artması. Yəni paradoksal bir halları var bununla bağlı. Ona görə bir mənalı bir söz deyə bilmirəm. Bəli, çox aqressiv yanaşırlar. Mən bir dəfə bununla bağlı bir post paylaşdım, tədqiqatın nəticələrini. Orada hücuma məruz qaldım ki, siz bunu təbliğ edirsiniz. Əslində mən onu təbliğ etmirəm, amma şiddət görən ailədə, yəni şiddəti görən uşaq, yəni atanın, ananın, yəni bu şiddətini bir-birinə olan bu münasibətini görən uşaq heç də sağlam psixologiyada böyümür. Və yaxud da orada uşaq anaya meyilli olur adətən. Güclünün yanına ya da anaya yazığı gəlir. Yəni bu da heç yaxşı bir hal deyil. Və bir tədqiqatın nəticəsini sizə deyim. Bəzən səbr eləyib deyirlər ki, uşağıma görə dözürəm, boşanmıram. Tədqiqatlar göstərir ki, 7 yaşa qədər boşanan ailələrin uşaqlarında psixoloji problemlər az görünür. 7 yaşdan sonra, daha çox yeniyetməlik yaşında boşanan ailənin uşaqlarında isə problemlər daha çox görünür. Bunun da problemin də səbəbi atanın, yəni qadının, kişinin qadının bir-birinə olan münasibətləridir. Yəni deyil, boşanma özü deyil. Yəni onların bir-birinə olan münasibətidir. Qarşı tərəfə daş atırlar, birinci gedir dəyir uşağa, sonra gedir o biri tərəfə çatır. Yəni bunu başa düşmürlər. Amma 0-6 yaş, yəni boşanma üçün daha uyğun bir yaşdır insanlar arasında. Uşaq bir növdə düzdür, orada vacibdir ki, o modelləri tapıb qoysunlar, ana və yaxud da ata, indi uşaq kimdə qalırsa, qız uşağıdırsa babasını görsün, dayısını görsün, oğlan uşağıdırsa bir qadın da nəvazişini görsün. Yəni bunları təmin eləyə bilirlərsə daha yaxşıdır. Və hətta boşanandan sonra, yəni 7 yaşdan yuxarı oğlan uşaqlarının atada qalmağı daha uyğundur. Çünki kişi təbiəti orada ata ilə formalaşır bir nöqtədən sonra. Yəni bunu sadəcə bizim insanlar təkcə deməzdim bizim insanlar, öz ambisiyalarına qurban verirlər uşaqları. Çox sağ olun. Növbəti sualı oxumaq istəyirəm. Zülfiyə xanım, mən verəcəm söz sizə. Bir dənə sualı səs oxuyum, sonra növbəti sualı sizə verəcəm. Deməli, yaranan münaqişələri necə aradan qaldırmağı məsləhət görürsünüz və yaxud da sağlam olmayan münasibətlərdən uzaqlaşmaq üçün özümüz nə etməliyik? Bu çox ümumi bir sualdır. Yəni konkretləşdirmək üçün necə bir problem yaşayır insan, buna baxmaq lazımdır. Yəni təbii ki də bunu terapiyada aydınlaşdırırıq. İnsan özü zaten bir şeylərin düz getmədiyini bilir. Məsələn, əfsanəyə yoldaşı daha çox diqqət göstərir, mən isə yoldaşımdan o diqqəti görmürəm. Artıq elə bil ki, qadının gözü misal üçün müqayisəli şəkildə açılır. Vaxtikən onu sxemi ilə seçdiyini bilmir. Amma müəyyən yaşdan sonra artıq müqayisə eləyir
Mən söz haqqına sahib deyiləm, bu evdə istədiyim bir corabı ala bilmirəm misal üçün. Falan filan müqayisələr apararaq bunu çox asan şəkildə görür. Burada qadının deyək ki, evlilikdən indi gedir söhbət. Qadının əgər maddi təminatı varsa, özünə güvəni varsa, nəhayətində bunu sonlandıracaq. Və yaxud da deyək ki, sevgili münasibətindədirlər. Sağlam, normal getməyən münasibət hər hansı bir şəkildə istəyir terapiya olsun, istəyir özləri bunu sonlandıra bilirlər. Okey. Burada deyəsən artıq müzakirə başlayıb çat hissədə danışıqdan əlavə. Deməli bir nəfərin fikrini oxumaq istəyirəm. Qarşı tərəfin maddi durumu mənim standartlarıma uymadığına görə mənimlə ailə qurmaq istəyən birinə səmimi münasibət bəsləmirəm. Yaxınlıq qurmuram. Çalışıram ki, gələcəkdə əziyyət çəkməyim, yanlış qərar verməklə. O isə davamlı məni manipulyasiya etməyə çalışaraq razı salmağa çalışır və tez-tez dolayı yolla da olsa ya mən ya ailəni seçdikli fikirlər deyir. Ailəmi seçirəm dedikdə isə mənə gülür ki, müstəqil qərar verə bilmirsən. Belə birisinə şans verməyə dəyərmi? Siz nə düşünürsünüz bu haqqda? Kamil müəllim, bu maddi məsələ biraz qarışıq oldu. Siz necə anladınız bunu? Özünüz ifadə edin, bəlkə mən başa düşərəm. Mən də tam anlamadım. Qarşı tərəfin maddi durumu mənim standartlarıma uymadığına görə mənimlə ailə qurmaq istəyən birinə səmimi münasibət bəsləmirəm. Əslində belə olmamalıdır da. Yəni maddiyyat münasibətdə bayaq bunu zaten dedim, çox da rol oynamamalıdır. Ola bilsin ki, cütlüklərdən birinin xəritəsində maddiyyat daha üstün yer tutur. Onun sxemlərinin təşkil olunmasında maddiyyatın böyük rolu var. Belə deyək də, bu yüksək standartlar sxemidir. Material üzərindən, yəni şərtli sevgi mənimsəyib. Sxem bunu deyir. Sxem deyir ki, əgər şərtli şəkildə sevgini sən öyrənmisənsə, material üzərindən qurulan sevgilərə daha çox önəm verəcəksən. Məsələn, mənəviyyat da deyil də, maddiyyat sənin üçün ön plana çıxacaq və bu da sağlam bir şey deyil. Şərti sevgi isə bu daha çox ata evlad münasibətinə aiddir. Ana uşaq münasibəti isə şərtsiz sevgi stilinə uyğun olur. Əslində bəzən yəni ümumi valideyn sevgisindən gedir söhbət. Misal üçün ana deyir ki, sən bu 5-i almasan, mən sənə filan oyuncağı almayacağam. Sağlar, səhlər. Sağlar, səhlər üzərində qurulan sevgi, misal üçün pulu yoxdursa, mən onunla münasibət yarada bilmərəm. Məni təmin eləyə bilməyəcək. Yenə də sağ-səhdir, şərtlidir. Ola bilsin ki, bu şəxs daha çox o sahələrin içərisində böyüyür və xəritəsi bundan təşkil olunur və qarşı tərəf də münasibət quranda sahələr özünün hisslərindən qabağa çıxır. Ay sağ olun. Okey. Əl qaldırmışdı Zülfiyə xanım. Buyurun, sualınızı verə bilərsiniz. Bayaq üzr istəyirəm, sözünüzü kəsdim. Şəbnəm xanımın dediyi məsələ çox yaxın gəldi. Mən müəllimə işləyirəm və elə bir hal oldu ki, şagirdim biraz danlamış oldum. Çünki məktəbdə lazımsız bir oyuncaq gətirmişdi. Heç məktəb üçün deyildi. Elektroşokerlər olur uşaqların əlində. Onu götürdüm və uşaq başladı ağlamağa. Bir də gördüm, uşaq sinifdə yoxdur. Görürəm, burada bizdə şey olur. Arxasındadır, şkafın arxasındadır. Gördüm, heç görmədim. Yəni uşağı düşünün ki, çox vəhşi uşaqdır və bircə dəfə ona tapşırığı yaz deyən kimi aqressiya göstərir bu uşaq. Getdim yanına, başladı ağlamağa. Dedim ki, bəs niyə ağlayırsan? Çünki sən yaxşı uşaqsın, amma davranışın pisdir. Dedi, siz deyir, indi müəlliməyə deyəcəksiniz və məni yenə evdə döyəcəklər. Bunun üstünə sinif rəhbəri ilə danışanda üstə çıxdım ki, dedim, bəs indi sinif rəhbərləri olanda daha yaxşı bilirlər valideyn münasibətlərini. Dedim, bəs uşağın anası pasiv, atası aqressiv tərəfdir. Sonra sinif rəhbəri etiraf etdi ki, deyir, hə, yəni atası, uşağın elə bir valideyn münasibəti biraz ananın düzümlüyü və atanın
uşağın həyatında yox olub aqressiya göstərməsi üzərindəymiş. Uşaq da o ananın passivliyini gəlib məktəbdə, yəni uşağın özünü səsini qaldıra bildiyi yer bir növ məktəb olduğu üçün hər harda fürsət düşdü, ananın sustuğu yerlərdə elə bir özünü mənəvi olaraq təmin edir ki, anam sustu, amma mən susmuram. Uşaq 6-cı sinifdədir, təsəvvür edin. O qədər ağlamışdı, inanırsınız, o dərsdən sonra çıxıb özüm bağladım ki, yəni uşağın içində o pasiv aqressiya o qədər yığılıb ki, müəllimlərin hər biri də bu uşaq pisdir, tərbiyəsizdir deyə axırda üzə çıxdı ki, yəni uşaq ananı ifadə edirmiş bir növ. Özdə oğlan uşağıdır ona görə. Bəli, maraqlı bir təhlildir. Ola bilər. Belə şeylər olur, bəli. Bir növ bilirsiniz, bizdə indi məktəbdə indi Kəmil müəllim dəqiq xəbəri var. Bizim müəllimlər müsabiqədən keçirik və bizi bir növ psixoloqlar yoxlayır orada. Mən düşünürəm ki, bəlkə də biz məktəbə qəbul edəndə uşaqları yox da, müəllimləri yox da. Bəzən valideynlərin hər ikisini də yoxlamalıyıq ki, ona görə qərar verək ki, bu şagird gələcəkdə necə olar? Çox ağıllı şagirdlər olur və çox pasiv aqressiya olur içərisində. Məncə biraz daha valideynlərin psixologiyasına fikir versək, həm uşaqların gələcəyi, bir də bu uşaq indi burada müəllimə aqressiya göstərirsə, məncə gələcək həyat yoldaşında da, ailəsində də o aqressiya olacaq. Məktəblərdə yaxşı olardı ki, psixologiyanı bir dərs kimi daxil eləsinlər. Təbii ki, hər yaş dövrünə uyğun öz materialları, tədris üsulu olsun və psixoloqlara daha bir psixoloq deyil, bir neçə psixoloq olmalıdır hər yaş dövrlərinə uyğun olaraq. Yəni əslində uşaqlar, yəni evdə doğru şəkildə yönləndirilə bilməyən uşaqlar əslində məktəbdə bu psixoloji biliklərlə, təbii ki, indi belə akademik səviyyədə deyil, uşaqların özlərinin öz yaş qruplarına uyğun anlayacağı səviyyədə onlarla məşğul olmaq olar deyə düşünürəm. Həmişə mən bunu fikirləşmişəm, düzü. Axşamınız xeyir. Üzr istəyirəm, mən bir fikrimi bildirə bilərəm. Buyurun. Üzr istəyirəm. Bitdisə bu ilə bağlı mən görürəm əlləri ona görə. Yavaş-yavaş, bu bəlkə axırıncı olsun Kamil müəllim. Bundan sonra sonlandıraq biz, olar? Okey, çünki bu xanımdan əvvəl əl qaldıranlar var idi ona görə. Bir sualı da cavablandıraq. Mən də gün ərzində Aha, seanslarda sonra- olmuşam. İndi hazır mən Yorularam, cavab düzgün verə bilərəm. fikirlər demərəm. Buyurun. Mən hal-hazırda özüm müəllimə işləyirəm akademiyada, İdman Akademiyasında və ora gələn tələbələr hamısı məktəbdən gələn uşaqlardır və onlar onlar ailə yaşına gedirlər və əsgərlik və s. yetkinlik yaşını keçiblər və mən onların psixologiyasını görürəm ki, nə qədər aqressiv olanlar var, özünü idarə edə bilməyən uşaqlar var və mən düşünürəm ki, bayaqki təklif eləyərdim, çox yaxşı olardı ki, məktəblərdə müəyyən yaş qruplarına görə uşaqlara yox, valideynlər iclasında belə bir təşkilat olsun ki, valideynlərə psixoloji dəstək göstərsinlər. Hər yaş qruplarına görə müəyyən vaxtlarda ki, sizin uşaqlarınız bu yaşdır, bu yaşa görə psixologiyası belə olmalıdır, belə rəftar etməlisiniz. Yəni etməli olduqlarınız bunlardır. Qısaca, yəni informasiya üçün. Uşaqlardan çox valideynlərlə işləmək daha yaxşı olar. Çünki o valideynlərin yetirmələridir ki, hal-hazırda bizim qarşımızda özlərini idarə edə bilmir. Məncə valideyn üçün bir psixoloji dəstək olmalıdır məktəblərdə. Bəli, yaxşı təklifdir. Aha, təklif olaraq Kamil gözəl müəllim təklifdir. sonlandıraq. Sonlandırırıq. Mən təşəkkür edirəm hər bir iştirakçıya, suallarınıza, aktiv iştirakınıza görə. Xüsusilə Şəbnəm xanıma təşəkkür edirəm. Şəbnəm xanımın sualları var idi deyəsən. Yadımdan çıxmamış bunu verin. Amma bu da bir xeyləm çəkəcək deyəsəm, eyb yoxdur. Yekunlaşdıraq, sualları sonra qrupda verə bilər. Yekunlaşdıraq, qrupda yazaq o zaman. Siz necə istəyirsinizsə. Yekunlaşdıraq, qrupda yazaq. Çünki bunun izahını çoxla insandan dinləsək, biraz çətin olacaq. Nə deyirsiniz? Kamil müəllim, necə uyğun görürsünüz, elə olsun. Yox, sualı verə bilərsiniz. Chat hissədə konkret yazsınlar, biz onlara baxaq.
O da ola bilər. Aha. Tantintintonu necə başa düşdünüz? Hisslərin balından bəhs etdim. Neçə bal daha adekvatdır? Hansı yaş aralığıdır ki, biz valideynlərimizlə olan münasibətlərimizi sağaltmağa çalışırıq? Bir daha təkrarlayım. Tantintintonu necə başa düşdünüz? Hisslərin balı, adekvat bal hansıdır? Hansı yaş aralığında biz valideynlərimizlə olan münasibətlərimizi sağaltmağa çalışırıq? Romantik münasibət vasitəsilə sağaltmağa çalışırıq. Aha. Hər üçünə də düzgün cavab verə bilən, Kamil müəllim şərt siz də deyin istəyirsiniz? Necə idi Siz necə şərtiniz? deyirsinizsə, siz necə forma deyirsinizsə, o formada ola bilər. Bu hər üçünə cavab verə bilən bir izləyici ya Kamil müəllimdən, ya da məndən ilkin konsultasiya ala bilər. Biz deməli yekunlaşdırırıq. Çox sağ olun Şəbnəm xanım, iştirak etdiyinizə görə. Çox maraqlı bir mövzuda, Biz sağ olun Kamil dəvət elədiyinizə aktual görə. mövzuda danışdığınıza görə. Bizim bir hədiyyəmiz var sizə. Görüm açılacaqmı? Mənə. Bəli, bəli. Sizə. O, nə maraqlı, sürpriz oldu. Gün sürpriz. Bu bizim təşəkkürnaməmizdir. Görsənir yəqin ki. Siz göstərirsiniz. Mən artıq göstərdim, gəldi ekrana. Çox sağ olun, çox sağ olun. Mənim Hı hı. özümə göndərə biləcəksiniz bunu, hə, Kamil müəllim? Bəli, bəli, bəli. Artıq virtual hədiyyələr də verirəm mən. Mən özümü çox qəribə hiss edirəm, açığı desəm bu virtual dünyada və gündən-günə də çox şeylər virtuallaşır, elektronlaşır. Bəli. Canlı ünsiyyəti sevən bir insan kimi mənim üçün biraz çətin olur. Çox sağ olun, təşəkkür edirəm. Gələcəkdə də gələcək bizim platforma tədbirlərimizdə də görmək istəyərik sizi digər mövzularda, əgər vaxtınız olarsa. Xoş oldu bizə sizinlə bir yerdə olmaq. Çox sağ olun dəvətiniz üçün. Mən də öz təşəkkürümü bildirirəm sizə və dinləyənlərə. Çox diqqətlə də dinləyiblər. Görürəm yazılardan. Xoş oldu, çox xoş oldu. İnşallah bir daha yenə də görüşərik. Görüşərik. Deməli, Şəbnəm xanımı yola salırıq, iştirakçılar Sağ olun. qalırlar. Sağ olun. Sağ olun, sağ olun.